Salam, axşamınız xeyir. Bugün sizə Sidigrain haqqında danışacağım. Sidigrain tərkibi azot, fosfor, kalium, kalsium, magnezium, kükürt, dəmir, bor, sink, manqan, mis, molibden, kobalt və nikel elementlərindən ibarət. Minerallardan başqa orqanik tərkibi də qumatdır, dəniz yosunu, laminarin, limon turşusu, salisil turşusu və hormonlardan stokinin, lusozan, peroksizon və müxtəlif mikroorqanizmlərlə bərabər PGPR bakteriyaları və s. yer almaqdadır tərkibində. Və hər bir elementin haqqında da artıqlaması ilə məlumat vermişəm. Sadəcə hər il istehsalda müəyyən dəyişikliklər haqqında, dəyişikliklər olub onun haqqında məlumat vermək istəyirəm. Bu mürəkkəb tərkibə necə gəlib çıxmışıq, onu izah etmək istəyirəm. İlk dəfə istehsalda mineral tərkibdə sadəcə NPK və mikroelementlər olub. Yəni orqanik hissədə təxminən indiki halında olub. Orqanik hissədə PGPR bakteriyası əlavə edilib. Yəni nəyi çatdırmaq istəyirəm? Birinci, mikro və makroelementlər qarışığından ibarət bir kompleks işləyib satışa qoydu. NPK və mikroelementlər. Növbəti ilə araşdırma apardıq, məsələn, növbəti bir çatışmazlığı ortaya çıxartdıq və onu əlavə etdik. Misal üçün, ikinci istehsalda NPK nisbətində dəyişikliklər edib və eyni zamanda da kalsium, magnezium, sulfat əlavə etdik. Daha sonra ölkədə azot gübrəsinin istifadəsindəki anormallıqları gördük. Məsəl üçün, karbamid verilir və sulamasında və yaxud dəmiyədirsə yağıntıda gecikmə yaranır və nəticədə ciddi azot itkisi formalaşır. Bundan ötürü də bu çatışmamazlığı aradan qaldırmaq üçün tərkibə nikel əlavə etdik. Hətta yanlış xatırlamıramsa, bundan ötürü ayrıca bir paylaşım da etdim və nikelin elektrolizi mövzusunda bir çəkiliş elədim. Məlumat bölüşdüm ki, hər kəs Sidigrain ala bilməyənlər də heç olmasa nikel tapıb elektroliz eləyib verə bilsin əraziyə. Müxtəlif pestisidlər atılır, bitkidə müəyyən toksikliklər yaranır və nəticədə bitki toksiklik səbəbindən də müəyyən bir stres yaşayır. Və bunu da diqqətə alıb lisozom, peroksizom əlavə etdik. Nə bilim, 5-ci kateqoriya torpaqlar əkilir və 1-ci kateqoriya torpaqlardakı məhsuldarlığı gözləyirlər sahədən. Bunu da diqqətə alıb PGPR bakteriyaları əlavə etdik ki, yəni istənilən mühitdə bitki normal bir şəkildə qidalana bilsin və eyni zamanda müəyyən mikroorqanizmaları da əlavə etdik. Dəmiyə yerlərdəki susuzluq streslərini və duzluluğu da nəzərə alıb ümumi bir amino asid kompleksi əlavə etdik və ekstrada prolin əlavə etdik. Yəni prolinin özü də susuzluq stresində bitkinin özünün susuzluqdan çıxması üçün özünün istehsal elədiyi amino asid. Həddən artıq istilərlə əlaqədar və ya yazın yağıntılı keçməsi ilə əlaqədar həm məhsul tutumunda yaranan problemlər, həm bitki inkişafındakı ləngimələr məhsuldarlığa ciddi təsir edir. Bunu da nəzərə alıb molibden və kobalt elementini əlavə etdik. Stokinin, dəniz yosunu, salisil turşusu və s. orqanik birləşmələri əlavə etdik. Yəni demək istədiyim, ölkənin problemlərini daim diqqətdə saxlayıb, araşdırıb, incələyib və yekunda da o problemləri aradan qaldıra biləcək tərkibi kompleksə əlavə etməklə ümumi taxılçılıq mövzusunda çatışmazlıqları bir qablaşdırmada toplanır. Bugün artıq hektara 5 kiloqramlıq bir yarpaq gübrəsi olan Sidigrain tərkibində onlarla problemi həll edən mürəkkəb bir kompleksdir. 35 manata 5 kiloqramlıq yarpaq gübrəsi təxminən 1 kiloqramın qiyməti 7 manatdır. Yəni demək istədiyim budur ki, biz elə bir ölkədə yaşayırıq ki, maye azotun 1 kiloqramını 8 manata satırlar bu ölkədə. Yəni 1 litr maye fosfor 30-35 manatdır. Çox külünc bir vəziyyətdir. Külünc olan odur ki, tərkibində 46% azot olan gübrə 50 qəpik, amma tərkibində 7-8% azot olan maye isə 8-10 manatdır. Və ondan da külünc olan odur ki, bu absurdluğu ən yaxşı şəkildə anlayan elmi mütəxəssislərimiz bu biznesə alətdirlər. Bu qədər kompleks bir tərkibi hazırlamağın əziyyəti heç 7 manata dəymir. Mənim hansısa dərman satışında kiminsə dəstəyinə ehtiyacım onsuz da yoxdur. Bir yarpaq gübrəsinin hazırlanmasında çəkilən əziyyətin nə olduğunu anlamayan birilərindən nə dəstək umacam ki? Tam olaraq hamıya aid deyil sözüm, amma həqiqətən də alət olanlaradır sözüm. Selfbit istehsalında, misal üçün, dəyərli alimlərimizdən dəstək gözləmişdim. Bu ayrı bir mövzudur. Bunun tədqiqatları üçün dəyərli məsləhətlərə ehtiyac var idi. O məlumatlara satışda ehtiyacım yox idi. İstehsalın, tərkibin, akademik faydalılığın əhəmiyyətini anlamaq üçün dəyərli mütəxəssislərə ehtiyacım var idi. Selfbit bəsit bir yarpaq gübrəsi deyildi. Ölkə əhəmiyyətli heç istehsal da deyildi. Dünya əhəmiyyətli yeni bir substratdır. Onun tədqiqatlarında komanda işi lazım idi və sağ olsunlar köməklərini də əsirgəmədilər. Sidigrain isə
və yaxud SD Cotton isə nə qədər kompleks tərkib olsa da, sonuçta bir yarpaq gübrəsidir. Bundan ötürü hər hansı bir dəyərli mütəxəssislərə əziyyətə salmaq istəmərəm. Fermerlərimiz də sağ olsunlar, dəstəklərini əsirgəmirlər. Fermer dəstəyi daha yaxşıdır bu kimi işlərdə. Çünki fermer nəticəyə baxıb dəstək verir, riyazi analizə baxıb dəstək verir, müvəqqəti yaşıllığa baxıb aldanmır. Yəni, belə desək, faizdəki cücəyə baxıb qərar verir. Demək istədiyim, bu günləri CD Grain kimi, CD Cotton kimi kompleks bir tərkibində 40-dan artıq mürəkkəb birləşmələrin olduğu bir preparatın mən 1 kiloqram 7 manata təklif edirik. Və bu günləri ölkədə, yəni digər məhsulların bir tərkibini və qiymətini müqayisə edin. Bir şeyi alanda mütləq şəkildə düşünməyizi xahiş edirəm. Bu günləri 8 manat maye azota və yaxud 30-35 manat maye fosfora pul verən fermer varsa əgər ölkədə, mən bu neçə illik çıxışlarımın bir mənası yoxdur deməkdir. Yəni, demək istədiyim, mənim məqsədim fermerin savadlanmasıdır. Yəni, bu qədər paylaşımlar eləyirəm ki, fermer bir şəkildə yatırımlarını anlaya bilsin. Yəni, ən azından preparatların tam olaraq gəlib agronomluq eləsin demirəm. Ən azından agronomluğu bir şəkildə ortalama anlaya bilsin. Aldanması tam olaraq absurd aldanma olmasın da, yəni ən azından bir tam profesional bir adam çıxıb onu allada bilsin. Da elə bəsit bir informasiya ilə bugün Azərbaycan fermerini alladırlarsa, bu o deməkdir ki, mənim bu neçə illərdə paylaşımlarımın bir mənası qalmır.